şəhərində elə bir yerdə, elə bir ev çəkib təqdim edirəm ki, bazarda bu qiymətə hal-hazırda ev yoxdur. Qoşadaş, Sənət Kupça, həyətə maşın daxil olur, qiymətdə möhtəşəm. Milyonçular məhəlləsi 2-də. Düzdür, burada qalanlar kasıblar da, bura Milyonçular məhəlləsi. Gəl içəridə daxil olaq. Bax, belə bir həyəti var, görsən. Qoy örtüm buranı. 2 dənə özünə məxsus, 1, 2, 3 dənə pəncərəsi var. Görsən, qışı səliqəli, cütdaşla tikilib, istəyir kombidi, yerdən kürsülüdür. Cütdaşda ən əsası da odur ki, cütdaşla tikilib, evə daxil oluruq. Xanımlar və bəylər, evimiz Xırdalanda elə yerdə yerləşir ki, düz 8 saylı məktəbin yanında. Geniş bir dənə zalı evə daxil olan kimi, kosmetik təmir, yəni aboyların dəyişilməsinə bəzi yerdə ehtiyac var. Başqa heç bir şey ehtiyac yoxdur. Sakit durun, səs eləməyin, qiymət yaxşıdır. Burada evin mətbəxidir, göstər mətbəxin. Evdə mətbəx mebeli kombi qalacaq. Digər olan əşyaların hər biri çıxarılacaq. Hamamı sanuzeli göstər. Qoşadaşdır. Sənətdə kupçadır, qardaş. Kupçası da əldədir kişinin. Hazırdır. Pəncərələrin qabağı açıqdır. Bax, görsən, burada bir dənə geniş yataq otağı, pəncərəsinin qabağı açıq, raşotkası, kombisi, hər şəraiti var. Yenidən qaydırıq zala. Görsən, zal genişdir. Həddindən artıq genişdir. 3 otaq. Burada da yerləşir evin ikinci yatağı. Sadəcə əşyalar çoxdur. Və evdə fikir verirsə əşyalar çoxdur. Axıra qədər videoya baxın, qiymətini izah edim. Sənət Kupça. Kupçası hazır əldə. Alan adam istəyən Alsan xidmət mərkəzlərində format eləyə bilər. Qiyməti isə 68.500 manata təyin olunub. Gəlib məndən böyük summada endirim istəmə. Çünki nəyə görə bu qiymətə bazarda sən belə bir ev tapa bilməzsən. Gözləyirəm, real alıcılar gəlsin. Boş-boş adamlar zəng eləməsin, xahiş edirəm. Dəcə buradayıq. Sağ olun, salamat qalın.